Salam yoldaşlar. Bugünkü mövzumuz məxrəclərin müxtəlif olan kəsrlərin toplanması. Səhifə 47-48. Yoldaşlar, əgər mövzunu başa düşdünüzsə, mənimsədinizsə və xoşunuza gəldisə, abunə olmağı və bəyənməyi unutmayaq. Və uşaqlar, Əminə Cənnətli Riyaziyyat adına Instagram səhifəm də var. Burada qoşulub məntiq suallarına baxıb, izahlarına qulaq asa bilərsiniz. Məntiq sualı sizin məntiqinizin inkişaf etməyinə kömək edəcək. Başlayaq dərsə. Məxrəclərin müxtəlif olan kəsrlərin toplanması. Keçən dərsimizdə uşaqlar keçdi hissinə məxrəclərin müxtəlif olan kəsrlərin müqayisəsi, düzdürmü? Eyni şey. Məxrəcləri eyniləşdirəcəyik, sonra toplayacağıq. Siz məxrəclərin müxtəlif olan kəsrləri eyni məxrəci gətirməyə bilirsinizsə, bu mövzuda problem yaşamayacaqsınız. Məsələn, mövzu nədir? Mənə deyir 4də 1 plus 3də 1. Mənə deyir ki, cavabı tap. Uşaqlar, məxrəci müxtəlif olan kəsri toplamaq olmur. Birinci eyni bir məxrəci gətirməliyəm. 4 ilə 3-ü eyniləşdirməliyəm. Eyni bir məxrəci gətirmək üçün nə qayırırdıq? 1. Əkobu tapırdıq. 2. Tamamlayıcı vuruğu tapırdıq. 3. Sonra da eyni məxrəci onsuz da tamamlayıcı vuruğa vurduqdan sonra eyni məxrəci gəlirdi. Deyirəm, 4 ilə 3 əkobu. Sıra cavab verən varsa əla. 3-ü gətirə bilirəm. 3, 6, 9, 12, 15. Aha, 12. Düzdürmü uşaqlar? İkisini də gətirirəm 12. Doğruda 12'yi gətirmək üçün nəyə vurmalıyam? 3'ə. Tamamlayıcı vuruq 3. 3'ü 12'ye gətirmək üçün nəyə vurmalıyam? 4'ə. Tamamlayıcı vuruq 4. Sürətli məxrəcdə vururam 3'ə. 3 bölünsün 12. Üzərinə gəlsin. Sürətli məxrəcdə vururam 4'ə. 4 bölünsün 12. Və uşaqlar toplayanda yadımızdan çıxmasın. Məxrəc olduğu kimi qalır, sürətlər toplanır. Məxrəclər eynidirsə. Səbəb niyə? Uşaqlar deyirəm ki, tort var. 12 dilimə bölmüsünüz. Baxın. Belə bir şeydir də. 12 yerə bölmüşəm. Bir saniyə. Bir də 12 yerə bölünmə olacaq. Aha, 12 yerə böldüm mü? Deyirəm ki, 3 dilimin gətirdiniz, verdiniz mənə. 3 dənə dilim buradan. Və uşaqlar, sonra gətirdiniz, verdiniz. 4 dilim. Plus nə deməkdir? Vermək demək deyil. 3, 4 dilim. Deyirəm ki, cəmi neçə dilim mənə verdiniz? 1, 2, 3, 4, 5, 6, 7 dənə dilim verdiniz mi? Deməli, bu 12 dənəsindən 7 dənəsi düşdü mənim payıma. Deməli, məxrəc olduğu kimi qaldı. Sürətlər toplandı. 3 plus 4 nəyə bərabərdir? 7-yə. Aydın uşaqlar bu isə bu formada təyin olunur. Növbəti bir dənə də sual üzərində izah edeyim. Başqa bir sualımız. Verilib mənə 5'də 2 plus 3'də 2. Birinci nə oldu? Eyni məxrəci gətirirsiniz. 5 ilə 3. 5, 10, 15. Lazım olsa ardında yazın. 3, 6, 9, 12, 15. İkisi də 15'i gələ bilirmi? Deyirəm ki, 15'i gətirmək üçün 5'i neçəyə vurmalısınız? 3'ə. 3'ü 15'i gətirmək üçün nəyə vurmalısınız? 5'ə. Aha. Deməli, sürətli məxrəcdə vururam 3'ə. 3'ə vuranda 6 bölünsün 15. Üzərinə gəlsin. Vururam 5'ə. 10 bölünsün 15. Bu da bərabərdir. Dediyim məxrəc olduğu kimi qalır. 15 olduğu kimi qaldı. Sürətlər toplanır. 16. Və uşaqlar, cavabı belə də verə bilər 15'də 16. Amma yadınızda saxlayın. Tutaq ki, test işləyirsinizsə bu cavabı görməyə də bilərsiniz. Əgər kəsrimiz düzgün olmayan kəsirdirsə, bunu çevirin qarşı qədədə. Bax, bilirəm ki, sürət nədir?
məxrəcdən böyük. Deməli, sürət məxrəcdən böyüdürsə düzgün olmayandır. Çevirirəm düzgün kəsrə. 16-nı bölürəm 15-ə. Yerləşdi. Bir dəfə 15 qaldı 1. Deməli, 1 tam olduğu kimi məxrəc 15-də 1 formasında təyin olunacaq. Aydındır uşaqlar. Bu formada təyin olunur. Gəlin indi kitabdan suallar üzərində baxaq. Görək, kitabdakı suallarımız da hansı formada verilib. Verilib. Sual 1. Birdən başlayırım. Sual 1. Sual 1. Verilib. 4-də 1-dən 8-də 5-in cəmini tap. 4-lə 8 ikisini nəyə gələ bilir? 8-ə. 8-i gətirmək üçün nəyə vurmalıyım? 2-yə. 2-yə vururam. Bu birisi olduğu kimi qalır. Məxrəc olduğu kimi qalır. Sürətlər cəmlənir. Keçdim bir dənə də bəndini işləyim. 12-nin 6 üçün ortaq məxrəc nədir? 12. İkisidən 12-yə gələ bilir. Uşaqlar, biri digərinin bölənidir. Deməli, ikisini də mən 12-yə gətirəm. Əki, bu deməli 12-dir. İkisini də 12-yə gətirə bilirəm. Vururam 2-yə. Sürətlər cəmləndi 11. Bir dənəsini də deyim. Oradan buradan deyirəm. 14 ilə 7. 14'ə gətirmək üçün nəyə vurmalıyım? 2'yə. Bu formada təyin olundu. Gəlin biraz da yazaq. Bunu sileyim. Verildi bizə 7'də 2 plus 5'də 1. 7 ilə 5. 7 ilə 5 nəyə gələ bilir uşaqlar? Fikirləşin, mən yazmamış. Lazım olsa ağızdan davam edəcəm. 42, 49 nöqtə. 5'in. Aha, 35 hə. Uşaqlar 7 vur 5. Ümumiyyətlə neçə eləyir? 35. Bunlar qarşılıqlı sadədir deyə. Əkəb onların hasilidir. Yəni hasilinə gəlir sıracı. 35'də 10. Sürətli məxrəcdə vurdum 2'yə. 35'də 7. Məxrəc olduq kimi qaldı. Sürətlər cəmləndi. 35'də 17. Keçirəm ardına. Səkkiz ilə 3 eyni nəyə gələ bilir uşaqlar? On iki, 15, 18, 21, 24 ikisi də eyni ortaq 24'ə gələ bilir. 24'ə gətirmək üçün vururam 3'ə. 24'ə gətirmək üçün vururam 8'ə. Sürətlə məxrəcdə vururam 3'ə. Vururam 8'ə. Qurtardı uşaqlar. Məxrəc olduğu kimi qaldı 24. Sürətlər cəmləndi 17. Aydındır uşaqlar bir sözlə. Ortaq məxrəci gətirin.
Məxrəci olduğu kimi saxlayın, sürətləri cəmləyin. Bir dənə də 3 dənəyə aid işləyim. Bunun içərisində daxil olan 3 dənə sualımız var. Verilib. Uşaqlar, bununla bu onsuz da eyni məxrəcdir, düzdürmü? Sırada cəmləyə bilərəm. 12-də 7 plus 1, 12-də 8 eləyirmi? Bunun əvəzinə 12-də 8 sıracı yazma olar. Problem yoxdur. Qurtardı. 12 ilə 4 eyni bir ədədə gətirirəm. İşsə 12-yə gələ bilir. 12-yə gəlmək üçün 3-ə vururam. 3-ə vuranda elədir sürəti 3, məxrəc 12. 12-də 11 formasında təyin olundu. Aydındır uşaqlar, problem yoxdur. Keçirəm 6-da 1, 3-də 1, 4-də 1-in cəmi. Bunu da deyim, 6-da 1, 3-də 1, 4-də 1-in cəmi. Uşaqlar, birinci mövzuya qulaq açın. Nümunələrə qulaq açın. Sonra bu mənim yazdığıma baxmadan özünüz təzədən bu sualları yazın. Görün yaza bilirsiniz. Sonra təzədən yoxlayın. Yaxşı? Deyirəm ki, bu ikisini bir cəmləyim. Sonra onunla cəmləyərəm. 3-lə 1. 3-lə 6. Nəyə gələ bilir? 6-ya. Vururam 2-yə. Elədim 6-da 3. Problem yoxdur uşaqlar. Deyirəm ki, onda 6-da 3 plus 4-də 1 qaldı. 4-lə 6 nəyə gələ bilir? 12-yə. İkisini də 12-yə gətirə bilirəm uşaqlar. Bunu 2-yə, bunu 3-ə vuranda 12-yə gəlir. Bu da bərabərdir. 12-də 6, 12-də 3, bu da bərabərdir 12-də 9 formasında təyin olur. Aydındır uşaqlar, tamam. Problem yoxdur. Bu formada təyin edirik. İkinci kanallarda da, ikinci sualda da yenə ardıcıl formada cəmləyirik. Gəlin bir dənə ikincinin A variantını mən işləyim, qalanını siz işləyərsiniz. Verilib. 6-da 1 plus 3-də 1 deyir cəmlə. Ortağı 6. Altda 3 düz yazdım. Və deyir ki, aldığım bunu 6-da 3-ü birinci xanaya yazıram. Və deyir ki, üstünə 4-də 1 cəmlə. Hətta yuxarıdakı sualla neyini deyə bir yağ yazdığımla. 12 ikisində gələ bildiyi ədəd. 12-yə gətirdik də. Gəlin bunu yazın. Plus 4-də 1. Elə plus 4-də 1. Yox, bu xananı istəyir sonra. Yaxşı, ardıcıl eləyim. Problem yoxdur. Plus. Altına 3-ün cəmi 9. Düz yazdıq mı uşaqlar? Növbəti xanaya yazıram 12-də 9. Və deyir üstünə təzədən 4-də 1 gəl. Uşaqlar 4 ilə 12-nin ikisini də gələ bildiyi ədəd 12-dir. 3-ə vursam 12-yə gəlir. Də 12-də nə deməkdir? 12 bula 12. O deyir 1. Yox, qurtardı. Aydındır uşaqlar, problem yoxdur. Bu formada təyin edeyim. Üçüncü sual. Uşaqlar, üçüncü sualda eyni məxrəcli kəsrlərin çıxılmasına aid də sual var. Gəlin bir iki dənə sual yazın. Toplama A var. Birincini siz yazın. Çıxmaya aid olan yazın. Uşaqlar, bu bir məni çaşdırır. Ümumiyyətlə, toplama çıxmadıysa ifadədə demişdik, necə işləyirik? Ardıcıl. Çünki eyni güclü şeylərdir, düzdürmü? İfadələrdir. Birdən mən 3-də 2-ni çıxa bilmirəm. Biri mən
3-də 3 kimi yaza bilərəm. 3/3 mənə nəyi verir? 1. Yəni 1-in əvəzinə 3-də 3 yazsam problem yoxdur uşaqlar. Aydındır? Bax, çıxa bilmək üçün yazdım ha. Başqa bir şey niyyətim yoxdur. Deyirəm, məxrəclər eynidirsə, sürətlər çıxılır. Problem yoxdur burada. Hə, deyirəm ki, aldığın da üzərinə, 3də 1-in də üzərinə, gəl 4də 1-i. Bu bərabərdir. 3-lə 4. Nəyə gəlbidir? 12-yə, 12-yə gəlmək üçün 4-ə vururam, 3-ə vururam. On 2-də 7 formasında təyin olunur. Aydındır uşaqlar, problem yoxdur. Bir dənə də bəndiməni işləyim. 10 olan versiyanı işləyəcəm uşaqlar. Uşaqlar, birinci ifadədə nəyi işləyirdik? Mörtəzi daxili. Sonra vurma bölmə. Sonra toplama çıxma. Aha. Mənə verilib 10-da 7. Çıxılsın. 10-da 3 plus 10-da 1. Birinci mörtəzə daxili. Mənim bundan işim yoxdur. Deyirəm ki, bunun üstünə bunu gələndə neçə edir? Məxrəc olduğu kimi qalır, sürətlər cəmlənir. Problem yoxdur uşaqlar. Hə, yazıram bir daha. 10-da 7 çıxılsın. 10-da 4. Uşaqlar, məxrəclər eynidirsə, toplama və yaxud da çıxmadırsa, məxrəc olduğu kimi sürətlərdir, toplamadırsa, toplanır, çıxmadırsa, çıxılır. Çünki səbəb, deyirəm ki, 7 dilim vermişsən, 4 dilimin götürdün. Deyirəm, hə, 3 dilim qaldı da məndə. 10-dan 3 dilim. Tüh. 10-dan 3 dilim formasında təyin olunacaq. Aydındır uşaqlar, sual, problem yoxdur. Bu formada təyin olunur. Keçirəm 4-cü suala. 4-cü sualında bir bəndini işləyəcəm. Üçünü də bir yerdə gətirirəm. Üçü də uşaqlar 8-ə gələ bilir. 8-ə gətirmək üçün 4-ə vururam. 8-ə gətirmək üçün 2-yə vururam. Bu da vurmağıma ehtiyac yoxdur, çünki 8-dir. Sürətdə məxrəcdə vururam 4-ə. Sürətdə məxrəcdə vururam 2-yə. Olduğu kimi yazıram. Sürətlər cəmlənir 8-də 7. Aydındır uşaqlar mövzu. Problem yoxdur heç birimizdə. Uşaqlar bu formada təyin olunur. Sağ olun yoldaşlar. Növbəti mövzumuzda görüşərik. Sağ olun.